Munzərin ölümü çox kədərlidir. Onun fərağında yanıb yaxılmağa haqqım var. Bizləri cihadda şərik olmaq istəyirsənsə, səbirli ol. Allah səbirlilərlədir. Düzdür, Munzərin ölümü ciyərimi yandırsa da, Kəbənin yanması daha yandırıcıdır. Mən onların ikisinə də matəm saxlayıram. İlahi bizim günahlarımızı bağışla. İlahi bizi rəhmətindən uzaq salma. İlahi bizi yerin göyün bəlasından hifz elə. İlahi Yezid öldü! 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 Ay cemaat eşidirsiniz! Yezid öldü! La hevle ve la kuvvete illa billah. Yezid öldü! Yezid öldü! Yezid öldü. Ay cemaat eşidirsiniz! Yezid öldü! Eşidirsiniz! Yezid öldü! Yezid öldü! Şükür olsun Allah'a. Şükür olsun Allah'a. İcazənizlə qardaş. Hə, Cəfər. Şad görünürsən, müjdə gətirmisən. Məlun Yezid Şah öldü. Sübhanallah. Sübhanallah. Zülm edənlər tezliklə anlayacaqlar ki, onları necə çətin əzab gözləyir. Bu ölüm Kəbəyə hörmətsizliyin əvəzidir. Bu xəbərin Dəməşqdən Məkkəyə çatması üçün azı 30-40 gün vaxt lazımdır. Xəlifə hardasa bir ay əvvəl ölüb, Kəbə isə dünən gecə yanıb. Deməli bu iki hadisənin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Kim dedi ki, bu hadisələr bir-biri ilə bağlıdır? Şaya yayıblar ki, xəlifənin ölümü Kəbənin möcüzəsidir. Allah Ali Zübeyir üçün eləyib. Bu da onların hoqqasıdır ki, xəlifəni öldürməsi şayəsini yayaraq Şam ordusunu qorxuzmaq istəyirlər. Bəlkə də Yezdin ölümü ilə Kəbənin yanmasının bir əlaqəsi var. Məsələn, nə əlaqəsi? Yadınızda olsun ki, Peyğəmbərin qəbrinə hücum eləyəndə Şam ordusunun sərkərdəsi Müslüm İbn Uqbə idi. O naməlum xəstəliyə tutulub öldü və heç kim bu hadisədən ibrət almadı. Bu qəfil xəstəlik qeyb oxu idi Peyğəmbər məzarına hörmətsizlik eləməyə görə. Bəlkə də Allah həmin hadisədə iki qeyb oxunu eyni vaxtda xəlifə və onun sərkərdəsinə tərəf atıb. Onda nə qədər daşa dönməmisən, tövbə elə və Məkkə ordusuna tərəf get. Mən başa düşmürəm. Xəlifənin ölümü ilə Kəbənin yanmasının nə əlaqəsi var? Sən nə yaman keymişsən? Xəlifə ova gedirmiş. İti qaçan ceyranın dalıcı düşür. At ceyranı qovur. Atın ayağı büdrüyür və xəlifə atın üzəngisindən asılı vəziyyətdə yıxılıb qalır. Sonra da at onu o qədər sürüyür ki, nəhayət canını yaradana tapşırır. Amma mən başqa bir rəvayət eşitmişəm. Nə eşitmişsən? Eşitmişəm ki, xəlifə qızdırma içində yananda çoxlu su içirmiş ki, susuzluğu geçsin. Amma yenə susayırmış. Axırda o qədər su içir ki, canımızdan uzaq. Partlayıb ölür. Sən kiminsə o qədər su içib partlayacağına inanırsan? Yəni ola bilməz. Niyə ola bilməz? Sən bir tuluğu suyla doldur. Çox doldursan partlamayacaq. Daşacaq. Elə həmin o ov məsələsi düzdür. Xəlifə ov əhli idi. Ova çox gedərdi. Bilmirəm. Biz tamam çaşbaş qalmışıq. O qədər cürbəcür sözlər deyirlər ki, heç bilmirik hansına inanaq. Bəziləri də deyirlər ki, xəlifənin ölümü Kəbənin möcüzəsiymiş. Yenə bu ağla batandır.
Sən mənim canım. Bu namərdin heç dini yoxdur. Allahı yoxdur. Hələ Kəbəyə od düşməmiş xəlifənin canına düşüb. İlahi tövbə. Yəni biz də ilahinin qəzəbinə düçar ola bilərik? Axı niyə də olmuyor? Biz fil sahibləri idik. Müsəlman fil sahibləri. Əbrəhənin həlakından sonra onun qoşunlarının növbəsidir. Bizim nə günahımız var? Nə eləyibsə vəzifə sahibləri bir də başçılarımız eləyib. Hər halda bəla gəlsə, onların başına gəlsin. Mən Kəbəyə pənah aparacağam. Allah məni bağışlasın deyə Kəbənin daşlarını göz yaşlarımla yuyacağam. Rezid oldu. Vay bizə, vay. Çarəsiz qaldı. Rezid oldu. Rezid oldu. Səncə İbn Nümeyr nə edəcək? Bilmirəm. Gərək birindən xəbər gələnə qədər gözləyək. Ağıllı sərkərdə olsa, Məkkənin mühasirəsindən əl çəkib Şama tərəf yola düşər. Ağlayın qardaşlar. Rezid oldu. Vay bizə. Müharibəyə razı olanlar ayağa qalxsınlar. Oturun. Allah şahiddir ki, mərhum xəlifədən çox mən Zübeyrin tuğyankar oğlanlarının qanına susamışdım. Amma nə eləyim ki, bizim qoşunun ruhiyyəsi bu vəziyyətdədir. Hər 10 nəfərdən ikisinin döyüşməyə meyli var. Müharibəni davam elətdirmək zərərimizədir. Biz döyüşü bir dəstə xurafatçıya uduzduq. Hamımız bir gün öləcəyik. Yezid də bir ay əvvəl bir hadisə nəticəsində dünyadan köçüb. Bunda nə qeybin əl olub, nə də möcüzə. Əgər xurafat pərəstliyi kökündən kəsəcək bir qılıncım olsaydı, heç vaxt müharibəni tərk eləməzdim. Yezidin ölümündən sonra Kufə digər şəhərlərdən çox təşvişə düşdü. Bunun əsas səbəblərindən biri bu idi ki, Kufəlilər digər müsəlmanlardan fərqli olaraq Kərbəla hadisəsində daha çox cinayət etmişlər. Buna görə də özlərini müqəssir bilib danlayırdılar. Tarixin şahidliyinə görə Yezidin ölüm xəbəri Kufəyə çatanda Kufənin və Bəsrənin hakimi İbn Ziyad Bəsrədə idi. Onun Kufədə olmaması Yezidin müxalifləri üçün yol açmışdı. Onlar meydana atıldılar. Kufə möminlərinin ən məşhuru, özünü Təvvab adlandıran Süleyman Surədi Xuzayi açıq-aşkar Əməvilərə qarşı müxalifət bayrağını qaldırdı. Ey günahkar xalq! Ey öz əməlindən peşiman olanlar! Ey əhdə vəfasızlıqlarını etiraf edənlər! Tövbə eləyənlər! Əgər ömrü boyu Kərbəla səhrasının şəhidinin qürbət məzlumiyyətinə qan ağlasaq belə, günahlarımız yuyulmayacaq. Seyidlərin ağasının, əzizinin gözünün nuruna, Hüseyin İbn Əliyə kömək eləməmək ən böyük günahlardandır ki, bunu yalnız öz qanımızla yuya bilərik. Bu sizin qəlbi sınıq mürşidinizin davamçısı Süleymanın fətvasıdır. O kəfən geyinib ona qoşulanlarla birgə meydana atılmağa hazırdır. Bismillah. Ey Hüseyin intiqamını alanlar! Ey
intikamını alanlar. Özünü göster Ömer. Görüm ne hutbe okuyacaksan. Yuvanmadan minbere çık ve işi bitir. İbn Ziyad peyda olsa onda necə? Ömercan. İbn Ziyad Bəsrədən əl çəkən deyil. Geçen dəfə də Yezidin hiləsinə aldanıp gelmişti. Bir de ki İbn Ziyad Bəsrədədir. Özünü Kufəyə çatdırmaq istəyənədək biz işləri sahmana salıb onun üzünə bütün yolları bağlayaq. Səncə vəziyyət o qədər qarışıqdır ki, Kufəllər bizimlə beyyət eləsin və heç kim bizə etiraz eləməsin? Qorxursan minbərə özüm çıxaram. Ay kişi, sən balaca adamın oğlu deyilsən. Atanın iftixarları məndə olsaydı Yezidin ölüm xəbəri çatan kimi xəlifə olardım. Tələsməsən, Kufə əldən çıxacaq. Şiyələr hakim olacaq və biz avara qalacaq. Bəs olmasa necə şümür? Bizim üçün abur həya qalmaz. Ömər, daş müftə, sərçə müftə, olmasa başma sadaqa. Hansı abır həyadan qorxursan? Biz Kərbala hadisəsindən sonra Kufənin suya batmış inəyiyik. Onsuz da batırıq, istər bir qarış, istər 10 qarış. Kufəni ələ keçirə bilsən bəsimizdir. Ridə Ali Əbu Vəqqasın dövlətinin paytaxt edərik. Gözün aydın Küfeli. Başını dik tut. Üzün ağ olsun. Bir qeyrət Küfelilər üçün Hüseynin qanı bəs değildi ki. İndi də qatilini kürsüyə oturtmusunuz. Bura bax, ay arvad. Allah evi boş boğazlıq yeri deyil. Bu qədər naməhrəm kişidən utanmırsan ki, səsini başına atmısan? Kişi? Hanı kişi? Biz burada kişi görmürük ki ondan utanaq. Küfədə kişi olsaydı kadınlar meydana gelmezdi. Peygamber övladının qatilləri Küfəyə hakim olmaq istəyir. Elə isə mənə qulaq asın. Ey Küfə qadınları, sinələrinizi qalxan eləyin. Küfə gör necə yiyəsiz qalıb ki, harda it və ulaq var məscidə gəlib minbərə çıxa bilər. Heç kim də səsini çıxarmaz. Onlara Küfə qadınlarının kişilərindən daha qeyrətli olduğunu göstərin. Yasin! Üzü qarayam, qardaşlar. Nə deyim? Deyim ki, həqiqətdən xəbərsiz idi. Deyim ki, Mövlamın mənə kömək eləyəcək bir şəxs varmı nidasını eşitməmişəm.
Küfədə həbs olunub, neçə illər dustaq yatdığım üçün özümü Hüseynə çatdıra bilmədiyimi deyib. Heç bir üzrüm, bəhanəm yoxdur. Bir şeydən başqa. Qəflət. Qəflət. Süslü eləyib. Ayağım sürüşdü. Şeytan mənim imanımı oğurladı. Canımdan qorxdum. Əl-ayağım əsdi, geri çəkildim. Eşq karvanından geri qaldı. Kaş Əbu İshak Küfədə olaydı. Niyə narahatsan ki? Qorxuram bu atəş yenə davamlı olmasın. Müslüm İbn Əqilin hadisəsi yadındadır. Küfəlilər quru pambıq kimidirlər. Çox tez coşur, tez yanır, tez də yoxa çıxır. Əbu İshak Küfədə olsaydı, odun yığardı. Salam aleykum Əbu İshak. Halın necədir? Əlinizdən öpürəm, sərvərim. Əgər yaddaşım yerindədirsə, axırıncı dəfə səni təqribən 1 il bundan qabaq görmüşəm. Nə əcəb bizi yada salmısan, Muxtar? Əgər Muxtarın ixtiyarımda olsaydı, hər gün ziyarətinizə tələsib, ürəyimi cilalayardım. Amma əfsus, Ali Zübeyir addım-addım məni izləyir. Bütün gediş-gəlişim nəzarət altındadır. Bu gecə Muxtardan da vacibləri gəlmişdi. Mən də fürsətdən istifadə eləyib gəldim. Əcəb, əcəb. Siz axı Zübeyirlərin beyyətindəsiz. Eşitmişəm onlarla bir cəbhədə döyüşmüsünüz. Bəs nədən qorxurlar? Mən İbn Zübeyrlə beyyət yox, alış-veriş eləmişəm. Yeganə arzum Hüseynin intiqamını almaqdır. Hüseyn, Hüseyn, Hüseyn. Hüseyn, yəni qürbət, yəni məzlumiyyət, yəni tənhalıq, tənhalıq, tənhalıq. Bu Allahın iradəsi idi ki, Süffeyində iflic olum, Kərbəlada qardaşımla birgə olmayım. Kaş əlil olmayaydım və şücaətli qardaşım Abbas Qəməri Bəni Haşim kimi canımı qardaşım Hüseynə işkəş eləyəydim. Ey ilahi, indi ki bəndəni bu böyük müsibətdə diri saxlamısan, məni o qədər yaşat ki, Hüseynimin qatillərindən intiqam alındığı günü görün. Yezidin ölümü bu duaların qəbul olmasına müjdədir. And olsun Allaha, Kərbala qatilləri heç vaxt rahatlıq tapmayacaqlar. Vəd olunmuş gün yaxındadır.
Döyüş libası ilə gəlmisən Nümeyrin oğlu. Müharibə meydanına gəlmisən. Bismillah. Döyüş libası cəngavər kişilərin ən yaxşı geyimidir. Bu libasdan başqa hər nə giyinsəydim, bu məclisə layiq olmazdı. Bu Mus'ab ibn Zübeyr olmalıdır. Düzdür? Bəli. Mus'abdir. Qardaşımdır. Ürəyim çox istəyirdi ki, Hicazın məşhur pəhləvanı ilə pəncə-pəncəyə döyüşüm. Hələ də gec deyil. Yox Mus'ab, gecdir. Bir cəngavərin yaxşı döyüşməsi üçün ümid və dəlil olmalıdır. Mənim ümidlərim torpağa gömülüb. Amma səninki yanındadır. Deməli, döyüşməyimiz ədalətli deyil. Sizin ümid və dəliliniz Allah olmalıydı. Yezid yox. Hansı Allah şeyh? Sənin pərəstiş elədiyin Allah, yoxsa Yezidin pərəstiş elədiyi? Mənim Allahım, Yezidin Allahı, nə deməkdir bunlar? Bu açıq-aşkar şirkdir. Allah birdir, müşrik. Bəli, şeyh. Mən də Allahın tək olduğuna inanıram. Odur hazır olan qayib. Qayib ki, hazırdır. Onu yalnız qəlbin gözü ilə görmək olar. Adi gözlə yox. Odur hər şeyi bilən və hər şeyi əhatə eləyən. Bizim hər ikimiz insanıq. Hər ikimizin əl-ayağımız, qarnımız, başımız var. Göz, qulaq və ağzımız var. Siz də yeyib içirsiniz, mən də. Görürsüz, görürəm. Eşidirsiniz, eşidirəm. Deyin görün, bizim aramızda oxşarlıq var. Mənim zövqümlə sizin zövqünüz birdir. Onda qəbul eləyin ki, mənim Allahımla sizin Allahınız oxşamaya bilər. Hərçənd, hər ikimiz onu eyni cür qəbul eləyirik. Yəqin ki, bu fəlsəfəni Yeziddən öyrəmisiniz. Bu əqidiyə əsasən, onda sonsuz sayda Allah var. Və hər kəs pərəstiş elədiyi Allahın haqq olduğunu iddia edə bilər. Bu elə həmin cahiliyyət dövrünün bütpərəstliyidir. Yalnız fərqi bundadır ki, bu dəfə bütlər daş heykəl şəklində deyil, gil, taxta, yaxud qızıldan deyil. Bu fəlsəfə ilə bütlər gözə görünməz yeganə Allaha bənzədilir. Nəvzübillah. Bu tövhidin inkarıdır. Sən müharibə haqqında danışmağa gəlmisən, yoxsa Allah? Bəs müharibədən nə xəbər Muxtar? Yezidin ölümü ilə Şamlılar qorxuya düşüblər. Sülh və saziş eləmək istəyirlər. Mənə elə gəlir ki, Ali Zübeyir Şamlılardan beyyət alıb müharibəni bitirmək istəyir. Allah bu yalançı tayfanı rüsvay eləsin. Bəs Mədinədə axıdılan o qədər qanın intiqamı, Kəbəyə hörmətsizlik necə olacaq? Bu yalançıların dərdi şəriət dərdi deyildi. Qüdrət idi. Ali Əliyə dostluğu da düşünülmüşdü. Şək eləmirəm ki, Ali Əli ilə düşmənçiliyi də Yezdilərdən mənimsəmiş olsunlar. O, atan Əlinin buyurduqlarıdır, Muxtar. Zübeyir Əhl-i Beytdən olan bir kişi idi. Ta o vaxta dək ki, ilk oğlu Abdullah ayaq açdı. Həmin Abdullah səbəb oldu ki, Zübeyir Cəməl döyüşündə atama qarşı çıxdı. O Zübeyri təhrik elədi ki, Əbdülmütəllibin evladları ilə döyüşsün. Bir halda ki, Zübeyir atamla müzakirədə bu fikirdən daşınıb müharibə eləmək istəmirdi. Yezid öldü. Siz nə etmək istəyirsiniz? Biz sizinlə beyyət eləməyə hazırıq.
Bir şartla ki bizimle birgə Şam'a gelip atasının yerinde oturan Muaviye İbn Yezid'i taxtdan salıp özünüz yerinde oturasınız. Ne üçün Şam'a gəlməliyəm? Çünkü biz Hicaz'da qala bilmərik. Eğer sizinle beyət eləsək, ikinci Muaviye'nin qəzəbinə düçar olarıq və onda Şam'a qayıda bilmərik. Əlbəttə, üçüncü bir təklif də var. Üçüncü təklifin nədir? Müharibəni dayandıraq. İcazə verin, ömrə həccini yerinə yetirib Şam'a qaydaq. Hə, ömrə həcc edəsiz? İstəyirsiniz yandırdığınız evin başına təvaf edəsiz? Bəli. O od vurmağın da bir hikməti, bu təvafın da bir hikməti var idi. Əgər mübarək qulaqlarınızın eşitməyə hövsələsi varsa, hikməti bəyan eləyim. Yox Nümeyrin oğlu, yox. Sizin bəs qədər səxavətli danışınızdan faydalandıq. Birinci təklifiniz barədə nəzərimiz budur ki, biz Kəbənin pənahındayıq və nə olursa olsun Məkkəni tərk etmərik. Amma düşmənçiliyi unutmağa gəlincə, bu haqda düşünməliyik. Sizin Kəbəyə hücumunuz müsəlmanların qəlbinə ağır yara vurub, onların qəzəbini coşdurub. Bəlkə də qəzəbimizi cilovlaya bilmədik. Ola bilər ki, çarəsiz qalıb, şərafətli və ilahi hərəmə hücum edənləri qətlə yetirib onlardan qisas aldım. Düzünü deyim, bu heyvanın ağıl və düşüncəsi olduğuna inanmağım gəlmirdi. Onun iti dişləri və caynağı olan şuursuz bir yırtıcı olduğunu düşünürdüm. Görünür ki, yanılmışam. Yaxşı fəlsəfə deyirdi. Bəli. Amma kürkünün tükləri tökülmüşdü. Yaman qorxmuşdu. Qorxmalıdır da. Gərək qorxsun da Müsəb. O heyvanı deyirəm, elə bir qoşunun varisidir ki, hiss eləyir ki, başçıları onları zillət və azğınlığa aparan yola sürüklüyüb. Əgər o vuruşmağa israr eləsə, qoşunun onun əleyhinə çıxacağı və onun özünü tikə-tikə edəcəkləri gözlənilir. Kaş icazə verəydiniz, Kəbəni yandırmaqları və təvaf eyləmələrinin hikmətini deyərdi. Ürəyim günahlarının necə etiraf elədiklərini bilmək istəyir. Yox Müsəb, yox. Bunlar Yezid kimi münaqişə və mərəkə yaradanlardır. Yezid şair idi və şairlərin təbi adətən şirkə bulanmış olur. Şeirlərində hamısı şirk nişanələri və cümlələrlə doludur. Yaxşı Müsəbcan, ürəyim Şam ordusu tərəfdən rahat oldu. İndi yaxşı olar ki, İraqın fəthi barədə düşünək. Sülh eləyək? Kiminlə? Kiminlə sülh eləyək? Allahın evinə od vuran və Kəbənin müqəddəsliyini sındıranlarla necə sülh eləyə bilərik? Hə? Onlarla necə sülh eləmək olar? Uzun sözün qısası. Sözü uzatmadan. Tu olsun o kəsin atasının qəbrinə ki, müqəddəməyə riayət etmədən, məşvərətsiz və ağsaqqalsız meydanda bir söz deyə. Müaviyyənin quru hökuməti və öz bildiyinə əməl etməsi həmişə mənim üçün qaranlıq idi. İndi başa düşürəm ki, düz şeylə o görürmüş. Qəbri nurla dolsun onun, nurla.
bizə məşvərət və məsləhət eləmək yaraşmır. Adətən belə işlər ağıllı və şuurlu Rumlular üçündür ki, onlar öz hədlərini bilirlər. Amma biz kimə söykəndiysə, həmişə çürük və xarab çıxdı. Sabahdan məndən sonraki xəlifəyə tabi olmaq istəyirəm. Sizin etirazınız var? Siz niyə əsəbləşmişsiniz, Həzrəti Ali? Bizlər şikayət eləməliyik, sizlər yox. Şamın hərbi kafirləri ilə müharibəni tərk eləmək istəyirsiniz, hə? İndicə demədi. Buyur. Şorbada qaydar kasa. Bu nə deyərlər? Hansı kasa? Hansı şorba? Hansı hava? Hansı yun? Küfrə qarşı cihad eləmək elə də gizli bir hökm deyil. Ulu yaradanımızın əmin-əmanlıq hərəmini yandırandan daha kafiri varmı ki, sən də onunla qardaş kimi sülhü müzakirə eləyəsən? Hə? Bizim qərarımız bu idi İbn Zübeyir. Sən bir söz de, Muxtar. Bizim əhd peymanımız vahid Allaha etiqadı dəstəkləyirdi, şeyx. Amma indi nə sən mənim Allahımı başa düşürsən, nə də mən sənin Allahını. Sənin Allahın evinə hörmətsizlik edən bəndələrdən intiqam almağa israr edir. Amma mənim Allahım bu hörmətsizliyin qisasını özü verərək bu təcavüzün səbəbkarını öldürdü. Mən sülhün şirinliyini müharibənin acısından üstün tuturam. Hacətlər qibləsinə and olsun ki, sən iblissən. İblis sənin içində nəfəs alır. Sənin Yezidlə müharibən şəriətə görə deyildi, qüdrət üçün idi. Bu vaxtacan Ceyşullahın qılıncı iki tayfanın əleyhinə olub, Ələvi və Əməvi. Bundan sonra 3 tayfiyə qarşı olacaq. Ali Zübeyir də kafirdir və qanları da halaldır. Gedək. Şuursuz mayınmaq. Bu cəmaatın məsəli ulağa minənlər kimidir ki, heyvanı haylamaqdansa quyruğunun altını bizləyirlər. Heyvan da yol getmək əvəzinə elə şıllaq atır ki, ona minəni də elə çırpır ki, beyni darmadağın olur. Mən onun biri şəriətdən yalnız quru və boş zikirləri öyrənib. Dindarlığına biraz da hikmət əlavə eləsəydilər, heç vaxt qanmazlığa duçar olmazdılar. Ey Allah, bunların kökünü qurut. Kaş ki Əli Nəhrivanda bunların nəslini kəsəydi. Nə edə ya bu İshak? Kimlə? Bu qarışıq vəziyyətlə, Şam ordusuyla, şeytanın dəstəsindən olan bu xəvariclə. Hal-hazırda ağlıma bir şey gəlmir. Fikirləşməliyəm. Lap yaxşı. Fikirləş. Fikirləş. İlahi, bu bol neymətləri bu evin sahiblərindən alma. Amin. Həmzə,
Sən sabah Bəsrəyə tərəf yola düş və oranın cəmaatının beyyətini al. Bəs Kufə necə olacaq? Kufə imarətinin quldur bir iddiaçısı var. Biz onu hilə ilə yolumuzdan kənarlaşdırmalıyıq. Amma siz Muxtara İraqı söz vermisiniz. Bəsrə də İraqın bir hissəsidir. Əgər bilsə ki, vədinizə əməl eləmirsiniz, beyəti pozub tüğyan eləyər. Sən Bəsrəyə hakimlik üçün getmirsən. Gedirsən ki, atanın mülkünə baş çəkəsən. Orada cəmaatı gizli şəkildə bizimlə beyyətə əvəzləndirməlisən. Qardaş, axı, özünüz dediyiniz kimi, Muxtar quldur və çox təhlükəlidir. Ələl xüsusda o Hicazda böyük etibar və nüfuz qazanıb. Sizi tərk eləyəcəyindən qorxuram. Muxtar olduğu halda yanınızdan getməyin məsləhət deyil. Müsəb, sən get. Get Bəsrənin fikrində ol. Qardaşın nəhəngin qarnından necə çıxacağını bilir. Çox yeməyin, qardaş. Qorxuram Allah eləməmiş sizə narahatlıq gətirər. Bacara bilmirəm, Müsəb. Bacarmaram. Nə deyək ki, süfrə açıqdır, nəni vəsvəsə edir. Demək, onun kəndirindən xilas ola bilmədiyim yeganə şeytandır. Muxtar. Cənab Nəcdət İbn Amir. Keyfiniz necədir? Soruşma Muxtar. Pisəm, pis. Hardasan Muxtar? Dünən gecədən sənin Məkkənin hər yerində, hətta orduda da axtarmışam. Əmriniz? Gəl sakit bir güşədə söhbət eləyək. Nə barədə? Hal-hazırki vəziyyət barədə. Numeyrin oğlu ilə Zübeyrin oğlunun sazişi barədə. Üzr istəyirəm şeyx. Beyyət pozanlarla söhbət eləmək, özü də sakit bir yerdə. Bu, xəlifənin əleyhinə fitnə deməkdir. Mən hələ beyyətimi pozmaq fikrində deyiləm. Qorxursan? Qorxmayam. Hə? Hal-hazırda az qüdrətə malik deyilsən, Muxtar. Məkkə döyüşündə Hicazlıların çoxu canı könüldən sənə iman gətiriblər. Ne üçün xilafət libasını sən geyinməyəsən, Muxtar? Allaha and olsun, sən Zübeyrin oğlundan daha ləyaqətlisən. Nifaq odunu alovlandırma, şeyx. Günahdır. Niçin özünü bilməməzliyə vurmusan, Muxtar? Zübeyrin oğlu əhd pozan və xaindir. Ulağı körpüdən keçən kimi əhdivi ayaq altına qoyacaq. Nə qədər ki fürsət var, gəl birləşək. Xilafət libasını geymək arzusunu onun ürəyində qoyaq. Səhv eləyirsən, şeyx. İbn Zübeyr xilafət libasını geyinib. Geyinsin, eybi yox. Xirqəni əynindən çıxardarıq. Mən Mövlan əlinin başını yarıb fəxr eləyənlərlə müttəfiq ola bilmərəm. Bəs Məkkə döyüşündə bizlə necə müttəfiq olmuşdun? Həmin ittifaq Muxtarın ittifaqı deyildi. İbn Zübeyrin xəvariclə ittifaqı idi. Mən yalnız vasitə idim. Mən tamam ağlımı itirdim. Əlinin hekayəsi oldu və bitdi. İstəyirsiniz qiyamət gününə dək əlinin başının yarılmasını təfriqə bayraq eləyəsiniz? Pirə, Peyğəmbərə and olsun ki, bugün Zübeyrin fırıldaqçılarına qarşı çıxmaq bütün müsəlmanların xeyrinədir. İstəyirsən, sənə yaxşı bir sirr açım və Haşimilər üçün nə yuxu gördüyünü deyim? Nə yuxu? Ona kəs bütün Haşimiləri bir dəriyə yığıb diri-diri otlamaq istəyir. Öz dediyi kimi.
Cəməl cəhənnəminin intiqamını almaq istəyir. Kimdən eşitmisən? Onun özündən. Bu qulaqlarımdan şəxsən onun dilindən eşitmişəm. Bir gün qardaşı Musəblə xəlvətə çəkilmişdi. Mən də gizlicə qulaq asırdım. İlahi məni bağışla. Musəbə öz arzularından danışırdı. Arzularından biri bu idi ki, bir dərədə çoxlu odun yığaraq, Haşimlər üçün cəhənnəm quracaq, cəhənnəm. Muxtar, bu beyyət pozan tayfadan həzər elə. Mənim nəzərim budur ki, döyüşdə həris və öndə gedənlərdən olmayaq. Xüsusən də Məkkə və Kəbədə. Çünki bura əminamanlıq yeridir və orada döyüş haramdır. Yalnız müdafiəyə məcbur olanda. Nümeyrin oğlu da qoşunun çoxluğu və azuqənin azlığına görə tez cavab verməyimizi istəyir. Nə edək? Hə? Sən də Əbu İshaq. Nə deyim? Fikrini de müsəlman. Sülh ilə razısan? Mənim fikrimi bilmək istəyirsənsə belədir. Yəsriddə günahsız insanların qanını tökən, müsəlmanların namusuna təcavüz eləyən və ya Kəbiyə hörmətsizlik eləyən Şamlılardan intiqam alınmalıdır. İbn Nümeyr kimilər Yezidin sağ əli hökmündə idilər. Günahları onunkindən çox olmasa da, ondan az da deyil. Günahkar Şamlıları günahsız Şamlılardan necə ayıraq? İbn Nümeyrin günahı da, cəzası da aydındır. Bəs başqaları necə? Siz cənabın buyurduğuna əsasən, hər kəs Kəbəyə tərəf daş atıbsa, deməli günahkardır. Günahkarları necə tanıya bilərik? Mən Şam ordusunun əskərlərinin tək-tək cəzalanmasını istəmirəm, xeyr. Lop yoxşu. Siz hər nə eləsəz də, yenə ola bilər ki, bəziləri aradan çıxar və günahları sübuta yetməz. Belələrinin qisası Allahladır. Bu vaxta qədər Şam qoşunu ilə vuruşurdunuz. Bundan sonra İbn Nümeyrlə vuruşun ki, cinayəti məlumdur. Hər kəs İbn Nümeyrlə qalsa günahkardır. Lop yoxşu. Sabahdan car çəkərik ki, Şamlılar amandadılar. Yalnız Kəbəyə hörmətsizliyin əsl səbəbkarı İbn Nümeyrdən başqa. Hər kim bizə tərəf gəlsə yaxşı, gəlməsə kafirdir. Yolunda döşəcəyik. Hal-hazırda Nümeyrin oğlu gücsüzlük və zəiflik məqamındadır. Həzrət xəlifə, onunla qəzəbli rəftar xəlifənin hökumətinin çöhrəsini eybəcər ala salar. O fitrətin bir cinayətkarıdır. Lap yaxşı. Ondan qisas alın. Onu ədəbləndirin. Amma siyasətlə, iyrənc sifətlə yox. Elə yox ki, hamı sizdən vəhşət etsin və qaçsın. Elə rəftar eləyin ki, Şamlılar cinayətkarı əli qolu bağlı sizə təslim eləsinlər. Sonra da qisas alınmasını tələb etsinlər. Hı? Afərin Abdullah. Afərin. Eşq olsun sənə. Bu ən yaxşı fikirdir. Ən yaxşı. Hə. İndi de görüm, nə istəyirsən? İndi deyərəm. Qəribə bir rəvayət eşitmişəm. Şamlıların inancına görə. Yaxşı olar ki, hamınız biləsiz. Mədinətün Nəbidə Şamlıların əmiri Müslüm İbni Üqbə idi. Ondan sonra isə Nümeyr başçı oldu. Müslüm İbn Üqbə Mədinə müsəlmanlarını öldürdü və onların namuslarını qarət etdi. Xəstələnib ölüm yatağına düşdü.
çox qəribə bir vəziyyət alınıb. İbn Üqbə ölüm yatağında deyirmiş ki, mən hər nə eləmişəmsə, yalnız Allah rizası üçün eləmişəm. Yaxşı diqqət eləyin. Mən hər nə eləmişəmsə, yalnız Allah rizası üçün eləmişəm. Və Allaha and olsun ki, ömrümdə elə bir iş görməmişəm ki, Mədinə cəmaatını öldürməkdən daha yaxşı, daha xoş olsun. Mən axirətdə bunun savabına ümid varam. Allahu Ekber. Doğruda belə söz deyib? Bəli, siz belə adamlarla bir yerdəsiz. Biz bunların düşüncəsini dəyişməyincə, onlara dinin haqqaniyyətini tanıtdırmayınca, onlara hidayət edib göstərməyincə ki, haqq hansıdır, batil hansı, onlara hakimlik eləmək çox çətin bir məsələdir. İndi Kəbənin bərəkəti ilə yaranmış bu vəziyyət, Şamlıların qəlbini ələ almaq üçün ən yaxşı fürsətdir. Kəbə yandırıldı ki, onlar hidayət olunsunlar. Odur ki, düşünülməmiş addımlarla Kəbənin möcüzəsini aradan aparmayın. Haşimilər məğrur və təkəbbürlü adamdılar. Mən xutbələrimdə Rəsul-i Əkrəmin adını çəkməkdən çəkinirəm. Çünki istəmirəm onun tayfası, onun adını eşitməklə lovğalansınlar və fəxr eləsinlər. Allah bu tayfanı Əbu Ləhəbin vasitəsilə nifrit edibdir. Bunlar bir ovuç harvardılar. Bu tayfanın aqibəti ölümdür. Mən ümidvaram ki, Allah bu xeyir əməlin əcrini verəcək inşallah, inşallah. Səni hansı günaha görə yandırırlar, Muxtar? Əliyə olan məhəbbətimə görə. Bəs mənim qardaşım Hüseynin intiqamı necə olacaq? Muxtar yanır ki, susuz olsun. Muxtar yanır ki, yenidən dirilsin. Muxtar yanır ki, təmizlənsin. Dublyajın rejissoru Süleyman Fərzəliyev. Tərcümə edənlər Süleyman Fərzəliyev, Könül Cavadova. Səs rejissoru Ülvi İmanov. İnzibatçı Xeyrullah Zeynalov. Dublyajın direktoru Süleyman Fərzəliyev.